Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Nida Vətəndaş Hərəkatının 8 üzvü Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu və İlkin Rüstəmzadənin məhkəmə prosesi keçirilib. Bugünkü məhkəmə şahid ifadələri ilə davam edib. Belə ki, şahid qismində ifadə verən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Şöbəsinin əməliyyatçısı Kəmal Rəsulzadə bölməyə daxil olan məlumatdan sonra təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin evində axtarış aparıldığını deyib. Şahid Quliyevin evindən butulkalarda neft, Bəxtiyar Quliyevin otağındakı şkafdan isə qutuda narkotik aşkar etdiklərini məhkəməyə bildirib. Fasilə elan edilib və fasilədən sonra prosesin sabah 16 yanvar saat 10:30-da davam edəcəyi elan edilib. Dindirilən şahid bu prosesdə şahid qismində cəlb olunan və ittiham tərəfinin istinad elədiyi ən ciddi şəxslərdən biridir. Onun verdiyi ifadə əsasən onun tərəfindən tərtib olunan və bu günləri ittihamın əsasına qoyulan əsas sübut hesab edilən baxış protokolunun müəllifidir. O protokola dair bizim çoxlu iradlarımız var və bu iradları yalnız bu şahidlə aydınlaşdırmaq mümkündür. Bu şahidin ifadələri ona görə həm ittiham tərəfi üçün, həm müdafiə tərəfi üçün çox əhəmiyyətli bir ifadədir. Bu ifadələr nəticəsi gələcəkdə ədalətli məhkəmə olarsa, qəbul ediləcək qərarın əsasına qoyulacaq. O səbəbdən də biz bunu çox ciddi şəkildə araşdırırıq. Yaxud, belə deyək, araşdırmağa cəhd göstəririk. Bütün baş verənlər adamda təəssüf hissi doğurur ki, ehtimallarla tamamilə qanunsuz şəkildə tutub adamı qoyurlar içəri. Məsələn, indi məlum olur ki, o axtarış aparan adam ki var, onun ümumiyyətlə axtarış aparmağa qanun ona icazə vermir. Yəni, o axtarışı ki, müstəntiq aparmalıdır, bunu əməliyyatçı aparır. Yəni ki, deməli, onun tərtib elədiyi o axtarış haqqı da burada işdə artıq sübut kimi qəbul oluna bilməz. Xatırladaq ki, nidaçılara Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzluya qarşı Cinayət Məcəlləsinin 234.1 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma və 228.1 qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb. İstintaqın iddiasına görə gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı Molotov kokteylindən istifadəyə hazırlaşırmışlar. Sentyabrın 12-sində gənclərə qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 220.1 zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşahidə olunan kütləvi ixtişaşları təşkil etmə və ya belə ixtişaşlarda iştirak etmə maddəsi ilə günahlandırılırlar. İlkin Rüstəmzadənin işi də nidaçıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-sində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə Cinayət Məcəlləsinin 220.1 maddəsi də əlavə olunub.